Mən Göyçək Fatma nağılında Fatmaya kömək edən xoş niyyətli, xoş məramlı, küpə girən qarıyam. Gözümün yaşı. Hə, oxumam sənə. Ondan ağlımı danışıb, sən də bil. Oxumam mən onu. Amma 5-6 vərəq. Hə, gəlin. Gəlin, əyləşin. Süpürgəmi oğlana. Yo. Sehrini evdə qoyub gəlmişəm. Biri var idi. Otura bildin? Otur Məlik, otur. Biri var idi, biri yox idi. Fatma adında gözəl, göyçək, ağıllı, kamallı bir qız var idi. Məlikim. Hə, sənin kimi? Yox, o səndən biraz ağıllı idi. Vərəqləri cırmırdı. Fatma bütün günü iş görürdü, ev təmizləyirdi, inəkləri sağırdı, həyəti süpürürdü. Amma analığı ona gün verib işıq vermirdi. Bütün gün onu döyürdü, saçından tuturdu, bax, belə sürütlüyürdü. Sən analıqsan, mənim saçımı niyə yolur? Hə, sus, göstərirəm. Bir gündə Fatma yun darayanda analığı əmr eləmişdi. Yun dara görüm, dara, bax belə. Yunu dartma, cırma yunu. Hə, mən də istədim Fatmaya kömək edeyim. Qulaq as. Güclü bir külək əstirdi. Güclü bir külək əstirdim. Külək Fatmanın yununu gətirib mənim bacamdan içəri saldı. Salam, qədər bilirdim mən. Mən də ağıllı Fatiqarıyamda mən göndərdim Fatmanı bir sehirli çaya. Çay olur. Hə, nağıllarda çox olur sehirli çaylar. Nə var? Fatma gedib həmin çayda yuyundu. Oldu gözəllər gözəli bir Fatma. Əla. Sonra onun bir dənə bacısı var idi. Eybəcər. Vay. Ögey bacısı var idi. Gördü ki Fatma gözəlləşib, o da başladı yun daramağa belə. Daradı ki, bəlkə onu da külək yununu gətirə mənə bacama saldı. Mən doğrudan elə elədim. Güclü bir külək əstirdi. Vay. Hə. Gəldi yunun darınca. Mən neynədim? Neynədim? Biz nə bilirik? Onu göndərdim başqa bir sehirli çaya. O da getdi başqa bir sehirli çayda yuyundu. Ne olsa yaxşıdır. Nə oldu? Burnu uzandı. Ayağı kısaldı. Dişleri mırık oldu. Ana sen tanker sen İndi de. gördün? Ben hansı qarıyam? Hə, bildim. Tanı. Bu da sən süpürgəndə. Süpürgəndə onu bu sehrini evdə qoyacaq. Necə sehirli? Uçursan ama kadınlar Yox, adında uça yok. bilməzsən.